Dostlar, deməli bugünə kalpasadan, sasikadan qəşəng yeməklər hazırlayacağam. Deməli kartoşka arası kalpasa ilə, necə ki quyruq kartoşka eləyirsən, kalpasa ilə çox gözəl dadlı olur. Sonra deməli sasikadan hazırlayacağam, salat hazırlayacağam. Bir də burger hazırlayacağam kalpasadan. Yok. Onu elə, sonra soğanı eləyəsin. Sağ ol. Sağ ol. Sağ ol. Bak. Sən belə eləyirsən. Barmağın ucunu gizlədirsən içəridə, sonra kəsərsən. Bıçağı da biraz belə tut ki, kəsən yeri o yana. Böyle xırda tələsmədi, həm eləyəsin. Böyle. Yaxşı, biraz kəsdin, görsən, yer yoxdur. Bunu fırladırsan, belə bu tərəfdən eləyirsən. Böyle. Biraz da deməli turşay vurduq buna. Buna tərkib olaraq vurduq deməli mayonez, qırmızı soğan, duzlu xiyar, avokado, turşang, duz, yod, sarımsaq. Amma yaxşı olar ki, üstünə həmişə duru yağ, o belə çəkir ikisini. Azıcıq bütün kartoşka pişirirsən. Onda da belə eləsəz, həm yumuşaq olacaq, həm də qabığı çox yanmayacaq. Belə əla olur. Bax, yer büzməmişdir. Biraz deməli suxarı əlavə edirik orada. Yer büzmə, ləzzətli. Ama ortadan götürək ki, nasıl ləzzətli. Dostlar, siz də belə məsələn maraqlı videolar görmək istəsəniz, Ziya Bakı YouTube kanalında izləyə bilərsiniz. Orada abunə ola bilərsiniz. Hər həftə maraqlı videolarımız olacaq inşallah.